Bu gözəl Ramazan ayında Azərbaycanın bütün bölgələrindən bizi dinləyən yurdumuzun insanını salamlayırıq. Hər vaxtınız xeyir olsun. Oruç tutanların Allah orucunu qəbul eləsin. Tuta bilməyənlərə səhhəti ilə bağlı problem yaşayanlara Allah şəfa versin. Digərləri də ümumiyyətlə tutmayan insanlar da əməlləri ilə heç olmasa bir ürək sevindirsinlər. İnşallah ki bu gözəl ayda gözəl niyyətlərlə, gözəl əməllərlə keçirsinlər deyirik. Studiyamız qonaqlı qaralıdır. Qonaqlarımı elan etməzdən öncə deyirəm ki, əziz dinləyicilərimiz 099 6 907 907 bizim əlaqə nömrəmizdir. Yurd FM yazıb canlı bizi izləyənlər, dinləyənlərdən daha öncə kim olduğunu qonaqlarımızın görüblər. Amma indi dinləyicilərimiz üçün deyəcəm qonaqlarımız kimdir? Müəllim tələbələri ilə gəlib. amma bu nətər tələbədir? O deyir, boyumu keçən balam var, söhbətidir. Deməli, qonağımız Azərbaycan Respublikasının əməkdar artisti, kamança ifaçısı Elnur Əhmədovdur. Xoş gəlmisiniz Elnur bəy. Sağ olun, Aysel xanım. Təşəkkür edirəm dəvətinizə görə. Doğma Yurd FM-dən bizi dinləyənləri ürəkdən salamlayıram. Müqəddəs Ramazan ayıdır. Bu münasibətlə də xalqımızı ürəkdən təbrik edirəm. Allah Taala oruç tutanların orucunu qəbul eləsin inşallah. Bütün dünya müsəlmanlarını ürəkdən təbrik edirəm. Dəvətinizə görə təşəkkür edirəm. Sizin rəhbərlik Rüstəm müəllim başda olmaqla hər birinizi ürəkdən salamlayıram. Hər dəqiqə dinlədiyim radiodur. Bunu deməyə ehtiyac yoxdur əslində. Bugün mən öz tələbələrimlə, siz təbii ki adlarını qeyd eləyəcəksiniz. Tələbələrim olmuş və eyni zamanda bugün mənim sənət dostlarım, mənlə Çiynə Milli Konservatoriyada çalışan əzizlərimlə gəlmişəm. Bəli, qonaqlarımızın əslində Araz Ağaverdiyevə artıq öyrəşmişik. Bizim daimi qonaqlarımızdan biridir. Xoş gəlmişsiniz Araz. Çox sağ olun, mən də sizləri salamlayıram. Aysel xanım, Yurd FM-in qonaq gəl bizə verilişini bütün dinləyicilərini salamlayıram. Əziz ustadımızı salamlayıram, Elnur müəllimi, sənət dostum Bəlizi salamlayıram. Bizim üçün xoşdur eyni verilişdə ustadımızla çıxış eləmək. Var olasınız ki, dəvət eləmişsiniz. Digər qonağımız, o da Elnur müəllimin tələbəsidir, Pərviz Fərhadov. Biraz adama qəribə gəlir. Tələbəsi olub. Neçə il öncə? Pərviz bəy, xoş gəlmişsiniz. Xoş gününüzə gələk. Aysel xanım, mən də sizi salamlayıram. Eləcə də Yurd FM-in bütün dinləyicilərini salamlayıram və xalqımızın müqəddəs Ramazan ayını təbrik edirik. Allah bütün oruç tutanların oruç və dualarını qəbul eləsin inşallah. Təbii ki, bizim üçün Araz qardaşım dediyi kimi bizim üçün fəxrdir ki, ustadımızla bir verilişdəyik, bir radiodayıq. Təbii ki, Allah onu var eləsin. Həmişə zirvələrdə olsun inşallah. 2007-2011-ci illərdə ustadımdan dərs almışam Azərbaycan Milli. Aysel xanım, mən hər zaman bu sözü sevə-sevə vurğulayıram ki, mən pedaqoji fəaliyyətə 96-97-ci illərdən başlamışam. Tez başlamışsınız. Bəli. 19-20 yaşından başlamışam. Mənim ilk pedaqoji fəaliyyətə başladığım illərdən ilk tələbələrimdən birincisi Elnur Mikailov olub. Bəli. Sonra Arazgil, Pərvizgil, Təbriz Yusubov. Təbriz də mənim tələbəmdir. Bayraməli Əliyev, Cahandar Mikailov, yəni bu siyahını Baloğlan Qafarov, Baloğlan son beşiklərdəndir. Yəni Hüseyn Ağayev Elşən mənim tələbəsidir. Yəni bu siyahını təbii ki böyütmək olar da. Mən həm Milli Konservatoriyada müəllim vəzifəsində, dosent vəzifəsində çalışıram. Eyni zamanda Bakı Musiqi Kollecində, keçmiş Asif Senalıda yəni müəllim kimi fəaliyyət göstərirəm. O cümlədən də bildiyiniz kimi opera və balet teatrında, Akademik Opera və Balet Teatrında yeganə kamança ifaçısıyam. O xoşbəxtlik də mənə nəsib olub. Yeganə niyə? Bəli. Çünki tarixdə, opera tarixində kamança aləti olmayıb. Yəni kamança ifaçısı olmayıb. Yəni belə qısa metrajlı çəkilmiş filmlərdə, belə teatrlarda, tamaşalarda, belə yəni televiziya variantında yəni kamançadan istifadə olunub. Amma ilk dəfə 2000-ci ildə, yəni təbii ki bunun da təşəbbüskarı
bizim əziz qardaşım, sənət dostum, xalq artisti Mənsum İbrahimov oldu. 2000-ci il yanvar ayının 23-də dostum Elçin Həşimovu da Mənsum ürəkdən salamlayıram. Onlarla birgə opera teatrında Gülyaz xanımla birgə Leyli Məcnunda ilk dəfə mən kamançanı ifa elədim. Amma mənə qədər Uzun ömrün akordları filmində misal üçün orada Qurban Pirimov rolunda Allah rəhmət eləsin Ramiz müəllim Quliyev çəkilib. Orada kamança olubdu. Amma səhnədə olmuyor. Səhnədə olmuyor. Belə opera səhnəsində, yəni sırf tamaşanı hələ də təksiz yoxsa var başqası artıq? Sizdən sonra davamı gəldimi yoxsa yeganə? Hələ ki yox. Yəni ki. Və həmçinin Nağarada müşahidə edir. Keçən dəfə də Elçin müəllimgillə də gəlmişdi. Səyavuş Kərimov, xoş gəlmisiniz Səyavuş. Keçən dəfə də danışmadı, sağ olsun. Başı ilə təsdiqləyir. Himcimlə oradan danışırıq. Canlıda müşahidə edəcək. Çünki Nağara da olmazsa olmazıdır milli musiqimizin xüsusi ritmsiz o dadı vermir. Yəni həqiqətən də. Xoş gəlmisiniz bir daha. Deməli, Elnur müəllim, bayaq verilişdən öncə danışırdıq ki, sizin neçə yaş fərqiniz var belə müəllim tələbə söhbətində. Sonra buradan belə qərara gəldi ki, əziz dinləyicilərimiz, problem bizdə və tələbələrdə deyil, problem Elnur müəllimdədir. O yaşına görə o cavan qalıbmış. Hamı yetəri qədər də normal yaşındadır. O yaşını göstərmir deyə maşallah. 50 olacaq düzdür? Mayda 49 olacaq. Gələn inşallah 50 illik yubileydir müəllim. İnşallah. 49 olur ha Elnur. Elnur tələbə dediniz pedaqoqluğa kimin neçədə başlamışsınız? 20 yaşında başlamışam. 97-ci ildə, bəli. 20 yaşında pedaqoqluğa başladınız. Bəs neçə yaşında ümumiyyətlə kamança ifa etməyə başlamışsınız? O da ola bilər 2 yaşında. 87-də. Yox, rəsmi olaraq musiqi məktəbinə 87-ci ildə getmişəm. Xalq artisti Elşən Mansurovun sinifinə, salamlar əziz ustadımı da. Amma ondan əvvəl onu qeyd edeyim ki, 4-5 yaşında belə biraz evdə özüm üçün qarmon ifa eləməyim var idi. Kim olub evdə musiqiçi? Mənim böyük qardaşım Nəsimi Əhmədov. Nəsimi tara gedirdi. Tar alətinə evdə, ailədə valideynlərimizin məsləhətinə tara gedirdi. Və mən də açığı Allah ruhun şad eləsin, Habil müəllimin o lent yazılarına qulaq asasa, qramofon vallarına qulaq asasa, biraz kamançada məndə daha çox məhəbbət oyandı. Sağ olsun. Allah rəhmət eləsin cəmi valideynlərə ki, dünyasını dəyişən valideynlərə. Məni də qoydular kamança alətinə. 87-ci ilin sentyabr ayından. Sonra gəldim Bakı Musiqi Kollecinə. Bakı Musiqi Kollecində bizim hörmətli əməkdar incəsənət xadimi Arif Əsədullayevin sinifinə, Yaqut Seyidovanın ustadları salamlayıram. Eyni zamanda Bakı Musiqi Akademiyasında da Allah ruhun şad eləsin mərhum Ədalət Vəzirovun sinifində və Afət xanım Kazımovanın sinifində. Ustadların adını hər zaman qeyd eləmək hər birimizin borcudur. Çünki mən deyirəm həmişə ki, göydə Allaha, yerdə valideynlərimə, eyni zamanda ustadlarıma borçluyam ki, bu sənətdə gəlib hansısa bir səviyyə çatmaqda. Nəinki sənətdə, onlar ümumiyyətlə yaxşı müəllim hər mənada insan həyatını dəyişir, hər mənada. Yaxşı və yaxud da pis mənada. Yəni yaxşı müəllim doğrudan da müəllimlik müqəddəs bir vəzifədir. Bu sadəcə tədrisdən ibarət deyil. Hansısa bir sözü, hansısa bir açdığı yol, hansısa bir məsləhəti insan həyatının stimul ola bilir. Müəllim tələbənin mənəvi atasıdır, mənəvi anasıdır. Yəni ki, bu uşaq belə uşaq deyəndə, yəni tələbələri nəzərdə tuturam ki, evdən çox vaxtını elə ali məktəbdə keçirir, istər kollecdə keçirir. Bilirsiniz, yaxşı istedadlı ifaçı yaxşı müəllimin əlinə düşəndə ortaya yaxşı məhsul çıxır. Amma vay ondakı yaxşı, estağfurullah, mən bu sözü özümə şamil eləmirəm. Ümumilikdə, yəni müəllimlikdən, tələbəlikdən söhbət düşdü deyənə mən bu sözü vurğulayıram. Şükür Allah, istedadlı gənclərimiz də çoxdur. Mən əslində Pərvizlə, Arazla bugün bura gəlməkdə ürəyim istədi. Yəni ki, bunlar neçə il bundan qabaq mənim sinifimi bitiriblər. Nə olsun ki? Amma rəsmi olaraq yəni mənim sinifimdə təhsil alıblar. Bəli. Biz onsuz da o demədik ki, Elnur müəllim bugünkü tələb. Dedik ki, tələbə yəni gətirsin özü ilə Elnur müəllim də, Elçin müəllim də ki, biraz o maraqlı olsun söhbətlərimiz, biraz daha ifalar bir fərqli olsun. Və məsəl üçün müəllimlikdən danışdıq. Pəriz bəy, Elnur müəllimin sinifində 2007-2011-ci ildə. Neçə yaşınız var idi onda?
Təbii ki 19. 19 yaşınız var 19 idi. yaşım içində. Müəllimin də artıq 29-30 yaşı var idi də, düzdür? Olar. Hə, elə bir bax o yaşda siz də gəncidiz, müəllim də gənc sayılırdı. Amma istərsiniz müəllimlik başqa bir müəllimin dediyi söz 5 yaş böyük olsa belə başqa cür gəlir insana. Ağlınızda qalan nə oldu? Çünki Elnur müəllim sizə nəyi öyrətdi sənətdən başqa? Ümumiyyətlə mən bir söz deyim. Elnur müəllim sinfinə daxil olmazdan əvvəl mən Elçin müəllim də, Elnur müəllim də ikisini də təbii ki 2005 Muğam televiziya müsabiqəsində izləyirdim. Və həmin ərəfədə ondan qabaq da Elnur müəllim gəl, Elçin müəllimlə bir yerdə təbii ki bizim dövlət ana televiziyamızda da çıxışları var idi. Mənim qardaşım da tara gedirdi. Mən də onun əvəzində kamançaya getmişdim. Eləcə də Elnur müəllimləri təbii ki mənim də ilk müəlliməm Şahnaz Muradov olub. Ondan sonra təbii ki Elnur müəllim müəlliməsi Afət müəllimə Kazımova da eli ilə mən də dərs almışam. Azərbaycan Milli Konservatoriyasında həm Elnur müəllimlə, həm Afət müəllimənin özündən dərslər almışam. Təbii ki, yəni mən Elnur müəllimin sinfinə öz istəyimlə, arzumla ad çəkməyəcəm. Təbii ki, mən başqa sinfə də vermişdilər, başqa müəllimlərə vermişdilər. Amma mən etiraz elədim. Təbii ki, ərizə yazdım ki, mən Azərbaycan Milli Konservatoriyasına sırf Elnur müəllim üçün gəlmişəm. Yaxşı, bax o sırf Elnur müəllim üçün getdiyiniz o illərdə nə öyrəndiniz Elnur müəllim? Sənətdən başqa. Sənət oxuyucudan da müəllim də öyrədim. Sənətdən başqa ümumiyyətlə Elnur müəllim özü bir nümunədir. Bizim üçün, biz tələbələr üçün nümunədir. Həm davranışı ilə, həm sənəti ilə, həm böyüklərə hörməti ilə, həmişə ustadımız həmişə bizə yəni məsləhət görüb ki, böyüklərə hörmət eləmək lazımdır, həqiqətən. Biz Elnur müəllim sinfinə gəlirdik, deyirdi ki, mənim sinfimdən başqa gedin o birisi ustadlara da qulaq asın. Araz demiş, həmişə də geyimi ilə də bizə örnək olub. Çox sağ ol Pərviz. Əslində Pərvizin sözünə qüvvət Aysel xanım. Müəllimlə tələbənin arasında mən düşünürəm ki, siz də mənimlə razılaşarsınız ki, bir bağlılıq olmalıdır. Bəli. Bir istək olmalıdır. Biz necə, mən özüm də elə olmuşam. Açıqda, mən özüm can atmışam ki, gedim Elşən müəllimin sinfinə. Özüm can atırdım ki, görüm Ədalət müəllim maşını buradadır, gəlib. Aha, saat neçədədir? Dərsim başlayırdı 2-ci, 5-ci gün saat 9-da. 9-a qalmış mən olurdum qapının ağzında. Çünki o müəllimdən mən o istiliyi özümə qarşı hiss eləmişdim. O məhəbbəti hiss eləmişdim. Eyni zamanda da müəllimin verdiyi tapşırıqları mən sevə-sevə yerinə yetirirdim. Mən indi də bu günlərdə tələbələrimə ilk tövsiyəm o olur ki, əgər istəyirsəsə mənim sinifimdə təhsil alasan, birinci növbədə o hər müəllimin özünün öz şərtləri var da, yaxşı mənada. Deyirəm ki, birinci növbədə nizam-intizam düz olmalıdır. Ümumiyyətcə, nizam-intizam düz olan insanla söhbət eləmək də asan olur da. Yəni ki, bir insan tərbiyədən gələn bir, törəyən bir şeydir də. Nizam-intizam, yəni dərsə davamiyyət düz olmalıdır. Eyni zamanda da dərsə tapşırığın vaxtında gətirib mənə təhvil versə, mən olacam səndən dost. Necə ki, bugün Araz... Deyəsən, vaxtında dərslərini oxuyanlardılar bunlar. Vaxtında dərslərini oxuyanlar yox, şükürlər olsun ki, bugün Azərbaycan kamança sənətində özlərini təsdiq eləmiş ifaçılardır. Bugün kamançanın ağırlığını yaxşı mənada... Qiymətini kəsmisiniz? Pis nəsə olub, səhv hazırlıqsız gəliblər vaxtında? Yox, qiymətini kəsməmişəm. Açığı nəyə görə deyim, mən ümumiyyətcə heç bir tələbənin qiymətini kəsmirəm. Yox, yəni kəsmək o barədə yox, haqqıdır vermirsiniz. Yəni hazır gəlməyib də. Bu cür müəllimin dərsinə hazırlıqsız gəlmək. Yox, mənim açığı deyirəm, bir nəfər tələbəm var idi konservatoriyada. Dedi, Elnur müəllim, xəbəriniz var, sizin adınıza nə ad çıxardıblar? Deyirəm, nə ad çıxardıblar? Deyirlər ki, Elnur müəllimin sinifində oxumaq zülümdür. Deyirəm, necə başa düşmədim? Deyir ki, Elnur müəllim, siz o qədər tələbkarsınız ki, tələbkarsınız. Deyirəm, siz bilirsiniz necə, bunu başa düşmək lazımdır ki, hərə bir ailədən gəlir. Mən özüm də boyun valideynəm. Valideynlərin sizə bu sənəti tövsiyə eləyib, gətiriblər bu səviyyə, siz də gəlib girmişsiniz musiqinin ali məktəbinə. Bundan oynası yoxdur da, Milli Konservatoriyadır. Siz burada təhsil alırsınız, qızıldan artıq belə demək, başqa məna verməsin. Vaxtınızı həsr eləyib sənət öyrənməlisiniz də. Üzr istəyirəm. Dedim, mən valla incimin uşaqlar, məndə yola vermək söhbəti yoxdur. Mən beləyəm. Çünki elə olanda nəticə də olur da. Əlbəttə ki, ən yaxşı müəllimlər. İmtahanda sabahlarım, üzr istəyirəm, mən gedib
tələbə ifa eləyəndə mən baş aşağı otura bilmərəm axı. Mən öz işimi tələbəmlə, mənim göstərəcəyim tələbəmdir. Pedaqoji variantda. Siz Elnur müəllim dərs prosesində görün, bir dənə o dərsdə dərsi təhvil almağı. Təxmin eləmək olur. Ondan sonra amma nəticə gözəl olur da Əsəl xanım. Estağfurullah, yox, mən tələbələrimlə dərsdə deməyi də bacarıram, gülməyi də bacarıram. Təbii ki, baxır hansı tələbə ilə, amma əsas odur ki, nəticə məni qane eləyir də. Mən Yaxşı müəllimlər elə tələbkar olmalıdırlar. Məncə bugün kimi insanlar sənətindən fərqli olmayaraq kimdən nəsə soruşsaq, deyər ki, filan müəllim çox tələbkar idi.
Teşekkür edirik. Bütün dinləyicilərimizin adından alqışladıq Siz sağ olun. sizi. Canlı möhtəşəm bir ifa idi. Ümumiyyətlə siz tələbələrinizlə bərabər, tələbə deyirəm, dinləyicilərimiz bilsinlər bu toplaşmanın niyə olduğunu, amma tələbə deyirlər, hamısı müəllimdirlər. Tələbələrinizlə bərabər ifa etmisinizmi hansısa məclislərdə, yoxsa ilk dəfədir bir araya gəlirsiniz? Ümumiyyətcə, Ayşə xanım, efirlərə də mən çox digər radiolar olsun, televiziya kanalları olsun, dəvət alırıq. Yəni tələbələrlə ümumiyyətcə mənim dərs prosesimdə belə bir sistem var ki, mən həmişə xoşlayıram ki, sinifimdə təhsil alan tələbələrlə dərsdən əlavə o necə deyirlər, biraz dəyişmə falan da eləyirəm onlarla. Yaxşı mənada baxıram ki, məsəl üçün 3-4 nəfər tələbədir, potensial baxımından bunların uyğunluqları var. Və uyğunluqları var. Eyni zamanda da məsəl ümumiyyətcə hər sinifdə olur da, elə tələbələr var ki, müəllimin sinifində dərsdən əlavə o bədahətən çalığı deyilən bir şey var. Biri var tədris yolu. Tədrisi hər tələbə gəlir, məsəl üçün müəllimin vəzifə borcudur ki, bunu öyrətsin. Amma bir də var ki, o bədahətən çalğını çox vaxtı o gərək tələbə müəllimdən ala bilsin. Məsələn, elə tələbələrlə oturub dərsdə necə deyirlər, bir şey mən başlayıram, tutalım, ifa eləmək, deyirəm ki, hə, Araz sən davam elə. Arazı misal üçün Pərviz qulaq asır. Pərviz deyirəm ki, sən saxla Araz. Pərviz ardın bir dənə sən davam elə. Eyni zamanda da sinifdə də digər tələbələr olur. Kurs baxımından o birinci kurs tələbədə olur, ikinci kurs tələbədə olur. Onlar da eyni zamanda qulaq asırlar buna. Və bu mühitin içində yaxşı mənada formalaşırlar. Çünki o hansı tələbə ki, müəllimdən o bədahətən çalğını ki istəyir, dəfələrlə olub da, mənim digər tələbələrim də olub ki, misal üçün Təbriz görsən bir dəfə deyir, müəllim çoxdandır bir şey ifa eləmirik, bəlkə bir dənə bir şey ifa eləyək. Onlar bilirlər nə deyirlər əslində. Misal üçün biz vaxtında Elçinlə o bədahətən çalğını mən özüm, Allah rəhmət eləsin, Ədalət Vəzirovdan eşitmişəm. Elşən müəllim, Allah canı sağ olsun, eşitmişəm ondan. Çünki olub da dəfələrlə dərsdə otururduq. Elçin bizim sinifdə oturdu. Mən gedib Möhlət müəllim Dörəkdən salamlar bizim gözəl sənətkarımızı. Möhlət müəllimin sinifində oturub məsəl üçün qulaq asırdıq. Dərs bitəndən sonra istəyirdik ki, bunlar bir dənə nəsə ifa eləsinlər. Biz ondan bəhrələnək. Biz elə çalğılar olur konsertdə. Elə çalğılar olur el şənliklərində, toyda, əsas köhnə məsələn mağar toylarında, indiki təbii ki məclislərdə də. Ona görə yəni mən tələbələrimdən daha doğrusu yerlə göy qədər razıyam. Çünki hər zaman mənim üzümü ağ eləyirlər. Eyni zamanda da bu gün özləri də Arazın maşallah olsun Bakı Musiqi Kollecinin. Arazın artıq kollecdə bitirdiyi tələbə bu gün artıq konservatoriyada mənim tələbəmdir. Mənim nəvəm sayılır. Hədə nəvə sayılır. Nəvə sayılır. Tələbəmin tələbəsi. Bəli, çünki Araz yayda mənə zəng elədi ki, Elnur müəllim, bir yaxşı tələbəm var, Milli Konservatoriyaya gəlir, kolleci bitirir də və istəyirəm ki, muğamdan sizin sinifdə təhsil alsın. Dedim, Araz sən deyirsənsə, problem yoxdur. İndi həmin tələbə mənim sinifimdə təhsil alır. Məsələn, Arazın yetirməsidir, amma potensialım... Dərsli xəttə üzrəm, təbii ki, Elnur müəllimdən gəldi. O Asaf Zeynalda mən yəni kollecdə üzrəm ustadla yəni, təhsil verirəm. Həmən elə ki, dərsi də davam eləmək üçün məsləhət görürəm ki, ustadımın sinifini mütləq ki, davam. Əgər yaxşı musiqiçi olmaq istəyirsə, müəllim olmaq istəyirsə, ustadın sinifi mütləqdir. Araz eyni zamanda Milli Konservatoriyada Zabit müəllim sinifindəsən də. Araz Zabit müəllim sinifində konsertmeister vəzifəsində çalışır. O cümlədən Pərviz də bizim Mənsum müəllim Xalq artisti Mənsum İbrahimovun sinifində. Buradan da salamlayırıq. Buradan da efirdə vasitəsilə salamlayırıq. Dəyərli Mənsum müəllimi də salamlayırıq. Bəs sizdə necə tələbə varmı gedən müəlliminizin yanına? Şuşa Musiqi Kollecindən tələbələrim var. Təbii ki, Nərmin, bir də Bahar, ikisi də Azərbaycan Dövlət İncəsənət Universitetində tələbədirlər. Bakalavr tələbələr. Yaxşı. O nəvələr o tərəfə gəlməyiblər. Onlar bu tərəfə gediblər. Onlar o tərəfə gediblər. Olur da arada. Arada belə də olur. Əsas bilirsiniz nədir? Mən əsas şükürlər olsun ki, bu sənətin
bilirsiniz necə təbliğ eləyən sizin kimi insanlar var. Yurd FM kimi radio var. Təşəkkür. Bilirsiniz, hər şey bu dəqiqə elə bir dövrdə yaşayırıq ki, təbliğatın başındadır Aysel xanım. Siz milli musiqimizi, milli mənəvi dəyərlərimizi o qədər yüksək səviyyədə yaşadırsınız ki, bu hamısı şərtdir. O sizə nə qədər milyonlarla dinləyicilər qulaq asır. İnanırsınız, bizim ətrafımızda olan insanların hamısı hər zaman deyir ki, Yurd FM-də oradan da valla adam deyir qulaq asır, dincəlir. İnsanlar yaxşı mənada tərbiyələnir. Musiqi nöqteyi nəzərdən deyirəm. Ona görə sizə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda da ki, ən ümdəsidir ki, dövlətimiz sağ olsun. Bəli, milli Cənab musiqi prezidentimiz sağ verdilər olsun. Heydər Əliyev Fondunun prezidenti, hörmətli vitse-prezidentimiz Mehriban xanım sağ olsun ki, bizim milli musiqimizi, milli musiqi alətlərini, muğamlarımızın yaşanmasında, bu günə gəlib çıxmasında Mehriban xanımın müstəsna xidmətləri var. Keçirilən muğam televiziya müsabiqələri, beynəlxalq muğam festivalları buna bariz nümunə olaraq, yəni bunun nəticəsidir ki, bu gün bizdə şükürlər olsun, xanəndə ordusu ilə yanaşı tar, kamançı ordusu yetişir. Bəli, çox şükür həqiqətən milli musiqimiz yaxşı mənada gəncləşir. Bəli. Gəncləşdiyi üçün də ömrü uzanır da, belə deyək. Elnur müəllim, Mənsum müəllimlə yolunuz nə vaxt kəsişdi? Mənsum müəllimlə O ilk kəsişmə yadınızdadır. Artıq 30 ildir. 2 il bundan qabaq da 30 idi. Böyümədi o il. Yox. 30-31 olar da. Yəni ola bilər ki, nəsə belə, amma yəni 30 ildə 30 ildə. İlk yadınızdadır, harda yolunuz kəsişdi? Necə Bir oldu? dəfə tədbirlərin birində görüşdük. Tədbirlərin birində görüşəndə belə oldu ki, Mənsum konsertdə başqa ifaçılar da var idi. Yəni Mənsum müəllim də elə oldu ki, bizlə ifa eləsi oldu. Tədbirdə bir yerdə ifa elədi, sonra elə söhbətimiz alındı. Təklif Mənsum müəllimlə gəldi ki, yəni bəlkə bir yerdə işləyək. Dedik böyük məmnuniyyətlə. Mənsum müəllim əstəğfurullah edir, görünən şəhərə nə bələdçi. Yəni şükür Allaha, özünüz bilirsiniz ki, İpək kimi bir adamdır. Bəli. Bu gün dəyərli ziyalımızdır, gözəl xanəndəmizdir. Gözəl ailə başçısıdır, gözəl babadır. Allah bütün nə gözəlliklər varsa mənim əziz qardaşım Mənsum müəllimə Allah təala veribdir. Mənsum müəllimlə işləməkdən sözün əsl mənasında istər Elçin, istər mən çox böyük zövq alırıq. Çünki sevdiyimiz insanın, sevdiyimiz sənətkarın əhatəsindəyik. Siz Elçin müəllimlə, Mənsum müəllimlə ifadan sonra mı dostlaşdınız, yoxsa ondan öncə dost idiniz artıq? Elçin müəllimlə bizim tanışdığımız artıq 34 ildir. 34 il. 92-ci ildən biz Elçindən bir yerdəyik. Neçə ildir qonşusuz? Qonşuyuq. Lap yaxın qonşu, alt üst qonşu 2018-dən. 2018. Sizdə evdə musiqiçi var idi sizdən başqa? Uşaqlardan? Oğlum Emin vokala getdi. İndi hal-hazırda başqa sahə üzrə çalışır. 8-ci sinifdədir. Amma Elçin müəllimin qızı Kübra piyaniyyə idi. Soruşmuşam səs salan kimdir? Dedim mənim qızımdır. O da deyirəm alt qonşu şikayət eləmir. Deyir əksinə xəbər göndər ki, dilən qəşəng ifa eləsin. Oradan elədi. O da Kübra da Bakı Musiqi Akademiyasında təhsil alır. Təbii ki, biz özümüz musiqiçiyik deyənə elə şeyləri başa düşürük. Musiqiçi harda məşğul olmalıdır? Təbii ki, bir boş vaxt tapan ki, istər evdə olsun, istər məktəbdə olsun, o mütləq formada qalmalıdır. Heç olub pis qonşuya rast gəldiyiniz, yəni əstəğfurullah, o mən də demirəm, insanlıqdan danışmırıq, amma elə qonşu var, söz sevmir də. Mənim indiki qonşum, aman Allah, tapatıb əlində ağacla gəzir, altdan yuxarı taqqıldan. Sizdə də olur? Elə qonşular var. İndi bizdə şükür olsun Allaha, yox, məndə yuxarıda Elçindir, aşağıda da bir əziz dostumuzdur. Yəni ki, əvvəllər bəs olurdu, çünki sizin var Araz, Təbriz. Əvvəllər valla mən həyət evində yaşayırdım. Həyət evində yaşayırdım. Heç kim narahat eləmir. Siyavuş, üzr istəyirəm, mənim bacım oğludur da. Dedilər ki, şimdi oxşuyursuz da. Siyavuşun misal üçün o vaxt elə gördüm ki, yavaş-yavaş stolda zadda başlayıb nağara falan həvəsi. O vaxt da bir buna, necə deyərlər o, uşaq üçün bir nağara aldıq. Ondan sonra yavaş-yavaş başladı sənətə. Misal üçün, həyət evi yəni böyüyən uşaqlar mənim öz subyektiv fikrimdir. Biraz başqa cür olurlar. O, istər münasibət nöqteyi nəzərdən, sərbəstlik falan. Misal, dəfələrlə olur ki, Siyavuşun Allah şahiddir, göz qabağında mənim kifayət qədər yaşım var idi. Siyavuşu çağırdım ki, Siyavuş gəl, oturaq nağarada, yay vaxtıdır. Mən çalım, sən də mənim müşahidə elə. Qonşular yığılırdı, belə falan. Bu cür, necə deyərlər, o
teatrallaşmış bir Nə gözəl. səhnələr düzəlirdi. Amma yaxşı qonşu da o vacibdir. Xalqın uşağı bunlar imiş. Xalqın uşağı Çünki oturub vallahi orada mahnı oxuyur, siz də neyinirsiniz? Əlimdə o qədər kamança ilə gedib gəlirdim ki, bizdə qonşular var idi. O dəcəl uşaqların sevmədiyi. Sən bu kamançanı nə vaxt çalacaqsan, biz bir eşidək ki, belə. Onlara da durub mən əsər çalmayacağam ki, əsəri durub ifa eləsə də onlar deyəcək, bu nədir çalırsan? İstər-istəməz o nöqteyi nəzərdən mahnı ifa eləyirdim ki, bunların da könlü xoş olsun. İndi yenə də ifa eləmək istəsəm sizdən hazır var da, düzdür? Mütləq. Dinləyicilərimiz üçün bir dənə də gözəl o kompozisiya deyim də, yəni. Vaxtımız nə qədərdir Aysel xanım? Vaxtımız hardasa bir 6 dəqiqə. 6 dəqiqə əla. Bir canlı ifa səsləndirsin Azərbaycan Respublikasının əməkdar artisti Elnur Əhmədov, keçmiş tələbələri, bugünkü müəllimlər Araz Ağaverdiyev, Pərviz Fərhadov və müşahidə edir Siyavuş Kərimov. Buyurun.
Azərbaycan Respublikasının əməkdar artisti Elnur Əhmədov qonağımızdır. Keçmiş tələbələr, bugünkü müəllimlər Araz Ağaverdiyev və Pərviz Fərhadov qonağımızdır. Müşayiət edir Siyavuş Kərimov. Ən çox Siyavuş danışıb. Bugün yorulur danışır. Reklamda da danışmır. O qədər ritmlərlə ifadə etməyə öyrəşib ki özünü. Reklamda da ağzını açmır. Ürəyini ritmlə boşaldır. Aysel xanım, sizin icazənizlə istəyirəm. Bugün bizim görkəmli xanəndəmiz, tarix yazan sənətkarımız Arif Babayevin, mərhum Arif Babayevin doğum günüdür. Allah rəhmət eləsin. Allahdan Arif məmə rəhmət diləyirik. Ruhu şad olsun. Doğrudan da Azərbaycan musiqi mədəniyyətində, muğam ifasılığı sənətində Arif müəllimin özünün öz dəsti xətti olub, öz məktəbi olub. Bugün Arif müəllim elə pedaqoji yoluna nəzər salsaq, pedaqogikasına nəzər salsaq, müəllimlik fəaliyyətinə bugün saysız hesabsız Arif müəllimin xanəndəlik sənətində tələbələri olubdur. Arif müəllimin ifa elədiyi repertuarlar bugün dillər əzbəridir. Yəni ki, ümumiyyətcə Arif müəllimin o xoşbəxtlik də nəsib olub ki, mən də Elçinlə Arif müəllimi müşahidə eləmişik. İstər səfərlərdə olsun, el şənliklərində olsun, televiziya çəkilişlərində olsun. Çox gözəl insan idi. Böyüklə böyük idi, kiçiklə kiçik idi. Yəni Allah özümə borc bildim ki, Arif müəllimin Allahdan rəhmət diləyək. Bu gün doğum günüdür. Yəni keçən il ayın avqustun 1-də dünyasını dəyişmişdi. Dünyasını dəyişəndən sonra ilk doğum günüdür də. Yəni bu günlərim 88 yaşı tamam olur. Allah ruhunu şad eləsin. Çünki o cür sənətkarlar o cür sənətkarların çiynində muğam gəlib bugün bu səviyyəyə çatıb ki, onlar da ötürüblər bizlərə. Bugün də bizlər, yəni xanəndələrimiz təbii ki, başda olmaqla bu sənəti çalışmalıyıq ki, ustad sənətkarlarımızın adına layiq gənc nəslə ötürək. Allah rəhmət eləsin Arif Babayeva. Deyirlər, bu dünyaya iz qoymaq üçün gəlmək lazımdır. İz qoyub getmək lazımdır. İz qoymaq üçün gəldi, iz qoyub getdi və uzun əsrlər, məncə musiqi yaşadıqca hər zaman, necə ki bugün biz Üzeyir Hacıbəyevi yad edirik, digər bütün böyük sənətkarlarımızı yad ediriksə, Arif Babayevin adı da onların içində olacaq ki, çünki bu musiqiyə böyük töhfələr vermiş insandır. Çox böyük. Allah rəhmət eləsin. Musiqimizdə gözəl insanlar yaşadıb. Nə gözəl ki, gözəl insanların əli ilə gəlib bizə çıxıb. Gözəl insanların gözəl tələbələri bugün bu sənəti da yaşadırlar. Elə sizin də tələbələriniz, sizin sənətinizi, sizin də tələbələriniz, sizin sənətinizi, onlarınki də, onlarınki də. Ona görə də bu sənəti yaxşı insanların əlinə keçsin. Bu musiqi alətləri yaxşı insanların əlinə keçsin. Çünki hər zaman bunu danışırıq. Tarkaman başqa bir alətdir. Tarkaman insanın ruhunu digər insana ötürür. Odur ki, o nə qədər peşəkar olsa belə, ruhu təmiz deyilsə, o çirki ötürür sanki. İfasına sirayət eləyir. Yəni mütləqdir o. Ona görə də qəlbin gözəlliyi burada birinci amillərdən biridir. Mən bir həqiqəti qeyd eləmək istəyirəm. Buyurun, Araz bəy. Ustad Habil müəllim, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Yəni mahnısını ifa elədi. Habil Əliyev ilk dəfə səhnəyə çıxanda kamançanı xalqımıza və yəni musiqilərə sevdirən ilk kamança ifaçısı olub. Bunu Elnur müəllim də. Müasir dövrdə ustadım Elnur müəllim, yəni bütün biz gənclərə, bizdən sonra gələn gənclərə sevdirən ilk və yeganə kamança ifaçısı ki, bir ordu gəlir bu insanın arxasıca. Onun da Elnur müəllim özü. Araz çox sağ ol. Yəni təvazökarınızı mən onu qeyd edim. Mənə qarşı olan o tələbənizin sizə olan sevgisidir təbii. O başqa. Bu yəni bu həqiqəti belə deyək, Elnur müəllim də təsdiqlər ki, çox gözəl də digər ustad sənətkarlarımız da var. Əlbəttə ki, onların da ardınca gələn, amma siz bir tələbə olaraq əlbəttə ki, bəli, ordu olaraq 1 deyil, 3 deyil, 5 deyil, minimum bir 10 kamança alan var ki, hamısı can atır ki, istəyir kollecdə olsun, istəyir yəni
konservatoriya Milli olsun. konservatoriya olsun, ancaq Elnur müəllim. Murat, çox sağ ol. O sən təbii ki, sevgisindən irəli sevgi, gəlir, bayaqki sözə Bəli, gətirirəm ki, müəllimlə tələbənin arasında olan o necə deyirlər, ünsiyyət, münasibət, müəllimə qarşı sevgi, müəllimin tələbəyə qarşı olan sevgisi çox sağ olar, az minnətdaram. İtiraf eləməli, bu fakt. Bu gün mən fürsətdən istifadə edib bizim gözəl sənətkarlarımızı salamlamağı özümə borc bilirəm ki, Ağa Cəbrayıl Abbasəliyev bizim xalq artistimiz. Salamlayırıq Ağa Cəbrayıl. Keçən il 70 yaşı oldu, yubiley yaşı oldu. Səhhətlə bağlı problem yaşayır. Neçə dəfə də qonaq istəyirik, alınmır gəlməyə. İndi şükür Allaha yaxşıdır. Mütəmadi danışırıq. Böyük məktəbdir. Böyük sənətkardır. Əvəz olunmaz sənətkardır. O cümlədən bizim əzizimiz Şəfiqə xanım Eyvazova, xalq artisti. Fürsətdən istifadə edib efir vasitəsilə salamlayıram. Hər dəfə konservatoriyada Fəxrəddin müəllim Dadaşov, xalq artisti. Bilirsiniz, bunlar Azərbaycan kamançasını bu gün bu səviyyəyə gətirib çatdıran bizim magikan sənətkarlarımızdır. Zamiq müəllim, Zamiq Əliyev Tarzan, Firuz Əliyev, Ağa Səlim Abdullayev. Yəni çoxdur böyük sənətkarlarımız. Mən deyirəm həmişə ki, biz Allahımıza şükür eləməliyik ki, bizim kamançamızı bu cür sənətkarlar gətirib bu səviyyəyə çatdırıblar. Şəfiqə xanımın özü, Cəbrayıl müəllim, Fəxrəddin müəllim, Munis müəllim, Şərifov, Elşən Mansurov, bilirsiniz, Ədalət Vəzirov, Xəyyam, Allah can sağlığı versin. Xəyyam əziz qardaşımdır, dostumdur, çox gözəl insandır. Mən yuxarı yaşlı nəslin mən adını qeyd eləməyə özümə borc bildim ki, bilirsiniz, çoxdur yəni siyahı. Biz bunları hər zaman, necə deyərlər, diqqətimizdə saxlamalıyıq. Biz hər zaman bunların adını sevə-sevə qeyd eləməliyik ki, o əslində keçən səfər Şəfiqə xanım mənə dedi ki, Elnur çox sağ olun, mənim adımı qeyd edir. Dedim, siz sağ olun, Şəfiqə xanım. Mənim borcumdur ki, biz o vaxtı bir ana televiziyamız var idi, Azərbaycan Dövlət Televiziyası. Efiri açanda ancaq milli musiqidə sizləri görürdük. Onları görüb kamançanı biz sevib, seçib bu sənətə gəlmişik, bu sənətə yiyələnmişik. Allah Habil müəllimə rəhmət eləsin. O xoşbəxtlik mənə nəsib olub ki, Habil müəllimlə sizin verilişdə demişəm onu, Asiyə xanım, bir səhnəni bölüşmüşük. Onda neçə yaşınız var idi? 2004-cü ildə. Haradasa... Yubiley deyəsən. Yox, yubiley... 23-24 yaşım var idi. Bəli, Habil müəllimin öz təşəbbüsü ilə bu konsert baş tutdu 2004-cü ildə və özü dedi ki, Elçinlə Elnur gəlsin, çalsın bu konserti. Biz də getdik, Habil müəllimlə mənim oturduğumuz stolumuzun arasında yarım metr fərq var idi. Bir ay sərasər məşqlər oldu. Xanəndələr hər birini salamlayıram. Zahid Quliyev, Ehtiram Hüseynov, Sahib İbrahimov, Əskər Əhmədov, Sevinç Sarıyeva, Almaz Orucova, musiqiçilər Nizami Allahverdiyev, Elşən Qasımov Nağarada. İnandırım, o xoşbəxtlik də nəsib oldu ki, biz o konserti ifa elədik, rast dəstgahı ifa elədik. Hələ muğam müsabiqəsindən qabaq idi. 2004-cü ildə konsert indi hal-hazırda Azərbaycan Dövlət Televiziyasının qızıl fonunda qorunub saxlanılır. O da böyük bir tarixdir. Çünki yenə təkrarçılıq olmasın da, şükürlər olsun ki, bu ifaçıların Allah Ədalət müəllimə Pərviz gözəl qeyd elədi. Ruhun şad eləsin, ümumiyyətcə dünyasını dəyişən bizim kamança ifaçılarımızın, onların çiynində bu sənət gəlib bizə ötürülüb. Bizim də borcumuzdur ki, onlar bizə ötürdüyü bu layiqli sənəti biz də layiqincə gənc yetirmələrimizə ötürək. Nə dərəcədə ötürürük, onu tamaşaçılar deyə bilər. Yaxşı ötürürsünüz ki, tələbəniz bugün sizin haqqınızda bu qədər gözəl fikirdədir. Adını çəkeyim. Bir Nazım müəllimin tələbəsi olmuşam. Nazım müəllim efirdən mən ürəkdən salamlayıram. Şəfiqə xanım Eyvazova Milli Konservatoriyada muğamdan Elnur müəllimdə təhsil almışam. İxtisas notdan Şəfiqə xanım da, onu da Allah can sağlığı versin, onlar da salamlayıram. Fürsətdən istifadə elə bilmir, Nazım müəllim ürəkdən salamlayıram. Ağsaqqal sənətkarımız, gözəl sənətkarımız. Çox da gözəl insandır. Eyni zamanda Toğrul'la salamlayırıq. Toğrul'u da salamlayırıq. Qonaqlarımız olublar. Onu həmişə deyirəm burada. İndi sizdən ifa istəyəcəm. Qonağımız olanda xanəndələrdən, musiqiçilərdən deyən, əsas da xanəndələr misal üçün bu yöndə şikayət olurlar ki, misal üçün efirdə reyting yoxdur deyə xanəndəni az dəvət edirlər. Misal üçün deyirlər. Deyirəm ki, o demək deyil ki, siz milli musiqi ifa edirsiniz deyə və
sadəcə belə oturmalısınız. Bu efirdə neynəsin? Buna reytinq lazımdır. Deyirəm, o qədər bizim dəyərli sənətçilərimiz ki, Mir Nazim müəllim mənim qonağım olub burada. Böyle. Mən doymadım onun söhbətinə. Milli musiqiçi, ifaçısıdır, yaşı bir xeyləm var. Yəni cavan da deyil ki, deyim ki, nəsə zarafat elədi. O qədər gözəldir. Möhlət müəllimi 10 dəfə çağıraram, 3 saat veriliş gedər. Böyle. Maraqlı, şən, gözəl açıqlamalar, hər şey qalmadaldan ibarət deyil ki. Çoxlu salam deyirdi. Elə Milli Konservatoriyadan bu gün dərsdən çıxanda Möhlət müəllim. Ay, o çox istəyirəm onu. Möhlət müəllim salam. Bir də efirə gedirsən, izləmişəm, Instagramda paylaşmısan. Dedim, məndən çoxlu salam. Hər dəfə Rüstəm zəng... Eyni zamanda da Elçin. Elçin müəllim. Ay, salam deyirəm Elçin müəllim. Hər dəfə Rüstəm qonağımız olanda müşahidə zəng gedir Möhlət müəllim. Deyirəm, Möhlət müəllim də ona görə mi qulaq asırdınız, mənə görə mi? Bir canlı ifa istəyək sizdən. Dinləyicilərimiz üçün gözəl bir ifa səsləndirəcək. Daha sonra danışmağa davam edəcək. Vaxtımız qalsa yenə də ifa səsləndirərik.
salamlayım, sağ olayım. Teşekkür edim sizə. Çox sağ olun, çox möhtəşəm ifa idi. Siz sağ olun. Yavaş-yavaş istəyirəm ki, düzdür, vaxt necə gəldi, getdi bilmirəm. Biraz sağollaşmağa doğru danışacağım ki, sonda vaxt qalsa bir qısa bir canlı ifadə səsləndirərik, qalmasa da eybi, canınız sağ olsun. Elnur müəllim, artıq neçə ildir kamança əlinizdədir? 10 yaşınızdan hesablasaq da, düzdür, bir 40 ilə yaxındır. 40 ilə yaxındır. Kamança sizə nə gətirdi, nə apardı? Valla mən kamança mənə çox şeyi nəsib elədi. Çünki hər bir insanı düşünürəm, ömür yolu var, ömür taleyi var. Bu mənim ömür taleyimə yazılmış, necə ifadə edeyim ki, bu düz gəlsin. Çünki kamança mənim həyatımın bir hissəsidir, ömrümün bir hissəsidir. Çünki mən həyatda nə qazanmışamsa, bayaqki fikrimə gətirirəm, təkrarçılıq olmasın, göydə Allahıma, yerdə valideynlərimə, ustadlarıma, eyni zamanda kamançaya borçluyam. Əgər Elnur deyiləndə, üzr istəyirəm tamaşaçılardan biraz sözün başqa məna verməsin. Elnur deyiləndə kamança yada düşürsə, o mənim üçün böyük bir xoşbəxtlikdir. 40 ildir mən kamança ilə yol gəlirəm, özümü heç bir dəqiqə də kamançasız təsəvvür edə bilmərəm. Çünki bu mənim artıq ömür yolumdur. Bu mənim Elnurun yarısıdır. Belə bu cür ifadə eləyərdim mən bunu ki, yəni nə eləmişəmsə, həyatda nə qazanmışamsa, mən kamançama borçluyam. Bəs yaxşı, nə aparıb sizdən? Valla aparmağa adamın ürəyini aparır. O da yaxşı mənada. Ürəyi üzülür də, o kədərli mahnı ifa edəndə. O kamançanı əlinə götürürsən, ümumiyyətlə nəinki kamança, hər bir misal üçün ürəkli musiqiçi, yəni ki, yaradıcı musiqiçi o hərdən üzr istəyirəm, onu qoyub bunu deyirəm. Bir mahnını ərsəyə gətirmək üçün adam 1 ay, 2 ay özümüzə gəlmirik. Misal üçün Elçinlə də ki, istər solo ifadə, istər Mənsum müəllimin hansısa bir ifasında ki, bunu bu cür eləyək, bunu bu cür eləyək, ay Allah, bunu bu cür eləyək. O siz həm daxili məsuliyyətdən irəli gəlir Aysel xanım, həm sənətə olan məsuliyyətdən, sənətə olan sevgidən irəli gəlir. Həm də ki, müəyyən bir yaş gedəndən sonra artıq sənin, üzr istəyirəm, adın var da. Sabah bu ifa elədiyim musiqini mən Aysel xanıma göndərəndə ki, Aysel xanım, mən bunu təzə ifa eləmişəm. Aysel xanım qulaq asır və eyni zamanda da ona milyonlarla dinləyici qulaq asır. Bunu kimə ifa eləyib? Artıq sənin adının altında böyük bir məsuliyyət var. Ona görə istər ifaçılıqda olsun, istər pedaqoji sahədə olsun, ümumiyyətcə hər bir sahədə insanın, mən düşünürəm ki, canında məsuliyyət olmalıdır. Məsuliyyət olanda həm keyfiyyət olur, məsuliyyət olanda yaxşı məhsul olur, təbii ki. Məsuliyyət olanda o da özünə hörmətdən irəli gəlir, təbii ki. Özünə ögər hörmət. Bu günləri sən fikirləşsən ki, mahnıdır da, gedim ifa eləyim də, nə olacaq? Heç vaxt elə yanaşmaq olmaz. Çünki ifaçı hər bir özündən sonra gələn nəslə yaxşı mənada nümunə olmalıdır. İstər geyimi ilə, istər davranışı ilə, istər özünü aparmağı ilə. Misal üçün, bayaq mənim əzizlərim danışdılar. Mən bu gün də tələbələrimə hər zaman qeyd edirəm ki, əgər dərsə davamiyyətiniz düz olsa, səliqəniz, səhmanınız, ifaçılığınız təbii ki, məni qane eləsə, mən sizlə dostam. Çünki biz belə görmüşük. Öz sənətkarlarımızdan da, öz, necə deyərlər, bizim hal-hazırda, yenə deyirəm, çiynində sənəti daşıyıb bizə ötürən ifaçılarımızdan biz belə görmüşük. Bu ənənəni də biz gənclərə bu cür ötürürük. Çox da gözəl ötürürsünüz. Çox sağ olun. Pərviz və Araz. Kamançadan başqa bir alətdə ifa edirsiniz?
Bazara Tar elədi ki, məsəl üçün tar ifa edənlər məncə gitara, saz, bunu da keçirlər Ümumiyyətlə arada. Azərbaycan Milli Konservatoriyasında üzr istəyirəm, ixtisas dərsləri ilə yanaşı təbii ki piano dərsləri də tədris edilir və onları da öyrənirik. Belə də ki, əlbəttə ki, kamança çala biliriksə, götürürük bir də görürsüz tarla başlayırıq çalmağa. Çünki bizdə absolut üsluqdur. Təbii ki, bizim alətlər pərdəsizdir də, yəni görürüz. Yəni tar ifa edən kamança ifa edə bilməz. Kamança ifa edə bilən, amma tar da Yox, ifa Yox, tar çalanlar da məsələn başqa götürürlər. alətlər də, başqa necə deyirlər, griflərdir. Yox, yəni demək istəyirəm ki, kamança ifaçısı istəsə tar ifa edə bilər. Yox. Ud ifa eləyər, mən arada ud ifa eləyirəm. Siz eləyirsiniz Araz. Yox, ümumiyyətcə bizim alət kamanlı alətdir. Aha. Məsəl çox vaxtı Skripka ancaq edə bilərsiniz siz. onu da eləyəndə tam professional şəkildə ifa edə bilmirik. Çünki nəyə görə? O alətin quruluşu başqa cürdür. Tutuluş qaydası var da. Bizdə biraz başqa cürdür, skripkada biraz başqa cürdür. Düzdür, müəyyən ifaçılar var ki, kamança ifaçıları məsəl skripkaya müraciət eləyirlər, ondan tədbirlərə də gedirlər. Amma klassik, misal üçün skripkanı ifa eləmək xüsusiyyəti, klassik postanovka başqa cürdür. Başa düşdüm. Yəni bunu əl öyrəşir tutumundan tutulmuş. Ona görə belədir. Bəli, belədir. Aha, bizdə kamançada elə bir ki, əlin içində alma var. Tutuş qaydası elədir. Kamançada belə deyim, ifa da ürək istəyir, peşəkarlıq istəyir, yaxşı müəllim istəyir. Allah can sağlığı versin ustadımıza. Sizə təşəkkür edirəm. Yavaş-yavaş sağollaşmalıyam. Minnətdaram sizə. Sizin yaradıcı heyətə dərin təşəkkürümü bildirirəm. Rüstəm müəllim başda olmaqla. Allah sizləri var eləsin. Çox sağ olun. Düşünürəm ki, dinləyicilərimiz bu bir saat yarım zaman civarında bir yaxşı musiqiləri eşitdilər, yaxşı musiqilərə qulaq asdılar. Nə dərəcədə alındı? Təbii ki, onun qiymətini tamaşaçılar, daha doğrusu dinləyicilər verə bilərlər. Bir daha sizə dərin təşəkkürümü bildirirəm. Yenidən görüşmək ümidi ilə inşallah. Çox sağ olun Elnur müəllim gəldiyinizə görə. Çox sağ olun. Siz sağ Pərviz olun. bəy, Araz bəy, təşəkkür edirik sizə də. Ürəyinizdə bir sözünüz qalmadı? Biz də təşəkkür edirik. Çox sağ olun, minnətdarıq dəvətinizə görə. Allah can sağlığı versin ustadımıza. Onu da qeyd edeyim ki, Araz da, Pərviz də Respublika muğam müsabiqələrində, festivallarda qalibdilər. Aha. Yəni pedaqoq olmaqlarından, hələ pedaqogikaya gələnə qədər, müəllimlik fəaliyyətinə gələnə qədər təbii ki, bunlar da uzun yol gəliblər. Allah hər birini qorusun. Tələbələrimin hər birini salamlayıram, hər birinə fəxr eləyirəm. Biz də həmişə ustadımızın yanındayıq, tələbə olaraq mənəvi dəstəyi nə zaman lazım olsa yanındayıq müəllim. Lap yaxşı, Allah can sağlığı versin. Deməli, dəyərli dinləyicim, sonda bir qısa bir canlı ifa üçün yeriniz qalsa çox 1-2-3 dəqiqə olar. Nəsə belə qısa sağollaşma musiqisi. Qonağımız Azərbaycan Respublikasının əməkdar artisti Elnur Əhmədov. Onun keçmiş tələbələri bugünkü pedaqoqlar Araz Ağaverdiyev, Pərviz Fərhadov idi və müşahidə etdi nağarada Siyavuş Kərimov və indi canlı bir ifa səsləndirib sizinlə sağollaşacağıq. Özünüzə yaxşı baxın. Allah sizə can sağlığı versin. Oruç tutanlara Allah güc-qüvvət versin. Bir daha cüməniz mübarək olsun. Gözəl bir ifa ilə sağollaşırıq gələn görüşlərə qədər.